Qapıya doğru ötürmə Hilal İmranlı. Qapıya doğru ötürmə Hilal İmranlı. Çox gözəl bir ötürmə idi. Künc zərbəsindən birbaşa qapıya zərbə indirdi Mərcanlı komandasının hücumçusu, amma Hilal bu topu zərərsizləşdirə bilmədi. 1-0 Mərcanlı komandası irəlidədir. Birbaşa Tahir Fəridə doğru pas ötürmüşdü. Haydi Sadiq, vur qapıya, bəli! Gol! Gol, 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 gol! Sadiq Zeynalov! Möhtəşəm bir gol vurdu Sadiq Zeynalov. İnanılmaz. Təşəkkürlər Sadiq Zeynalov. Bəli, gözləyirdik Sadiqdən belə bir zərbə. Az öncə də yoxlamışdı, amma bu səfər gol qeydə alındı. Ağdam klubu Mərcanlı ilə qarşılaşmada bərabərlik golunu vurdu. Hesab 1-1'dir. İndi oyun devam edir. Dərhal müdafiə çəkilməliyik. Yaxşı. Samir Əzimov topu ötürmə edərkən səhvə yol verdi və ikinci top qapımızdan keçdi. Çox təəssüf, ani momentdə səhvə yol vermişdi Samir Əzimov. İrəliyə doğru qüvvətli zərbə indirmək varkən aşağı ilə oynadı. Yerlə oynadı və dərhal da Mərcanlının hücumçusu maksimum şəkildə istifadə etdi. Bu hədiyyədən maksimum şəkildə istifadə etdi, belə deyək. Sadiq Zeynalov 2-1 Mərcan. Haydi Sadiq. Kəsərli bir hücumla bərabərləşdirmək olar nəticəni. Fərid Məmmədova doğru. Penal! Penal verdi baş hakim. Penal verdi. Bəli, bərabərləşdirmək lazımdır. Hesabı 2-2 eləmək lazımdır. Cərmə meydançası daxilində Kobud oynadı orada. Mərcanlının müdafiəçisi və baş hakim heç tərəddüd etmədən penal verdi. Azarkeşlər növbəti dəfə ruhlandı və komandanı irəliyə doğru səsləyirlər bu anda. Bəli, hesab bərabərləşə bilər. Sadiq Zeynalov penalı yerinə yetirəcək. Haydi Sadiq, səndən ancaq bərabərlik golunu gözləyirik. Topun arxasında Sadiq Zeynalov'du. Baş hakim fitini çaldı və nəticə gözəl. Gol, 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 gol. Sadiq Zeynalov ikinci topu qapıdan keçirdi. Məhz bu oyunda Sadiqin ikinci goluydu bu. Hesab 2-2 bərabər. Əhsən sənə Sadiq. Əhsən sənə Sadiq. Əhsən sənə Sadiq. Hesab 2-2. Oyun davam edir. Sərvan Yağmənli ötürməsini etdik Kənan Rəhimova. Yeni futbolçularımızdandır o da. Fərid Məmmədov mübarizəsini davam elətdirir. Fərid Məmmədov. Vur qapıya Fərid. Gol! Gol, 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 gol! İnanılmaz bir zərbə indirdi. Herkes elə başa düşdü ki top meydandan çıxıb. Amma yox, top meydandan çıxmamışdı və dərhal cərmə meydançasına daxil olan Fərid Məmmədov topu qapıdan keçirməyi bacardı. Əhsən sənə Fərid Məmmədov, əhsən. 3-2 komandamız irəlidədir. Topu oyunda saxlamağı bacardı və dərhal da qapıya gol vurdu Fərid Məmmədov. İkinci hissiyyə çox gözəl çıxıblar məhz komandamız Ağdam Futbol Klubu. Sərxan İsmailov oyunun baş hakimi fitini çaldı və mərkəz xəttindən
Rəqib komandanın futbolçuları davam edirlər. İndi Fərid Məmmədov yenidən hücuma keçmək istəyirdi. Habil Hüseynov, Cabir İsmailzadə ilə oynadı. Cabir ötürməsini isə təhlükəli ola bilərdi. Gol! Gol, 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 gol! Habil Hüseynov növbəti qolu qapıdan keçirdi. Əhsən sənə Habil Hüseynov. Amma gəlin burada Cabir İsmailzadənin də əziyyətini unutmayaq. Cabir İsmailzadə çox gözəl bir pas ötürdü. Əzimkar mübarizə apardı orada, topu itirmədi. Dərhal pasını ötürdü. Cabir İsmailzadə və Habil Hüseynov topu qapıdan keçirdi. Əhsən 4-2. Komandamız 4-2 məğlub edir Mərcanlı komandasını. Əhsən sizə uşaqlar. Mən oyunun soyunma geyinmə otağında hər bir futbolçuya demişdim ki, hesab 4-2 olacaq. Və həqiqətən də elə də oldu. Hələ ki hesab belədir, amma mən istəyirəm ki, məni yanılsınlar. Necə deyərlər, 5-ci topu da qapıdan keçirdək. Hələ vaxta var, hörmətli azarkeşlər. Kamran Tağıyev birbaşa irəliyə doğru atdı. İndi oyun bitdi. 4-2 qələbə qazandıq. Təbrik edirəm komandamızı. Ürəkdən təbrik edirəm. Möhtəşəm bir qələbə idi. Əhsən komandamıza. Nurlan Quliyevin baş məşqçiliyi altında növbəti meydan qələbəmizi qazandıq. Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda. Mən bloger Orxan Şirinli oyunu sizlər üçün şərh etdim. Sağ olun, növbəti oyunlarda görüşənədək.